Qardaş soruşur ki, İslam şəriətində və İslam dinində siğə icazəlidirmi? Qardaşlar, Allah Əzzə və Cəllənin dinində və şəriətində siğa və ya başqa adıyla desək, müvəqqəti evlilik icazəli olmayan, haram olan evliliklərdəndir. Və nəsx olunmuş hökmlərdəndir, hansı ki İslamın əvvəlində bu nikah icazəli olmuş, sonra isə Muhammed sallallahu aleyhi və səlləm Allah Əzzə və Cəllənin bu nikahı qadağan etdiyini və haram etdiyini buyurmuşdur. Nikahda əsas və mühüm olan davamiyyət və istimrariyyətdir. Nikahın, evliliyin davamlı olmasıdır. Lakin müvəqqəti bir nikah hansı ki müəyyən bir müddət ərzində olur və müəyyən bir pulun müqabilində olur, bu nikah İslam şəriətində qadağan olan və haram nikahlardandır. Həmin nikah əgər kim edirsə batil nikahdır və bu zina sayılar. Necə ki Ali radiyallahu anh deyir ki, Muhammed sallallahu aleyhi və səlləm mənə Xeybər günü uzunqulaqların ev heyvanlarından olan uzunqulaqların yeyilməsini və həmçinin qadınlarla siğə edilməsini, insanlara qadağan olmasını elan etməyimi mənə əmr etdi. Və başqa bir hədislərdə də Müslim Rahmanullahın rivayət etdiyi hədisdə gəlir ki, Allah Rasulü dedi ki, Allah Əzzə və Cəllə artıq bu nikahı haram etmişdir. Artıq bu nikahı qadağan etmişdir. Kimdə bu nikahdan qalıq varsa, onu tərk etsin və onlara verdiyiniz də onlara qalsın. Bu nikah batil nikahlardandır, qardaşlar. Şəriətdə icazə verilməyən və hökmü haram olan nikahlardandır. Allah daha gözəl bilir.